ictimaiyyəti üçün, xüsusən də Turan azarkeşləri, Turan əməkçiləri üçün çox əlamətdar bir gündür, sevinçli bir gündür. Dünya Təlim Mətbuatının açılışından gəlmişik və bu komandamızın nailiyyətləri üçün çox önəmli bir mərhələdir. Çox önəmli mərhələdir. Təbii o dörtlük meydançada məşq edə bilmək, oyunlara hazırlaşa bilmək, komandamızın işini biraz daha asanlaşdırmaq. Daha sonra ərazi 5 hektarlıq bir ərazi nəzərdə tutulur. 2 meydança daha nəzərdə tutulur və otel kompleksi nəzərdə tutulur. Baza Hünər Qrupa məxsus ərazidə inşa edilir, Hünər Qrup tərəfindən. Turan Tovuz Futbol Klubunun istismarına veriləcək. Bəzi gələcəkdəki xərclərə qənaət eləmək nöqteyi nəzərindən bir mərhələ olaraq görürük. Biz Turan Futbol Klubu olaraq oturduq, fikirləşdik. Keçici nailiyyətlərə yox, məhsul strukturun nailiyyətləri ilə. İnşallah bu ilin yay aylarında da Tovuzda meydançaların salınmasına başlayacağıq. Futbol mediası tərəfindən də, idman mediası tərəfindən də bu qədər geniş diqqət göstərilməsi də bizi xüsusən sevindirir və hər birinizə tək-tək deyə təşəkkür edirəm. Tam müəllim istəyirəm, növbəti hansısa bir elita klubu buradan istifadə üçün müraciət etsiniz, yəni bir idarəyə götürürüz. Buna icazə verərsiniz. İlkin mərhələdə nəzərdə tutulur, amma daha sonraki meydançalarda bilirsiniz dayanıqlı inkişafdan biz planlaşdırırıq. 2 meydança daha əlavə eləmənin, burada otel kompleksi olacaq, burada əməkdaşlar işləyəcək, kluba ciddi bir mali yükdür. Biz bunu özünü çıxarda bilmək üçün, istismar xərclərini çıxarda bilmək üçün diğer klubların da istismarına verəcəyik, amma diğer meydançalar olandan sonra nəzərdə tuturuq. Mən elə düşünürəm ki, bir çox klubumuz bu imkanlardan faydalanacaqlar və faydası olacaq.